Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və sonradan şəxsiyyəti müəyyənləşdirilən 3 şəhid Rafiq Cəfərov, Ələddin Həziyev və Zaur Sadıqov bugün boya başa çatdıkları Əbdürrəhmanlı və İşıqlı kəndlərində dəfn olunacaqlar. Füzuli rayonunda keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri və rayon ictimaiyyət təmsilçiləri iştirak ediblər. Şəhidlərin nəşi dövlət himninin sədaları və yayılım atəşi altında torpağa tapşırılıb. Tabutlara bükülmüş Azərbaycanın 3 rəngli bayraqları şəhidlərin yaxınlarına təqdim olunub. 93'te avqust ayı. 93-cü ildə itkin düşmüşdü. Sadıqov Zaur. Hansı ərazilər, döyüşlər? Cuvarı ərazisində itkin düşmüşdü. Valla danışa bilmirəm. Allah hamısı ikisinə də rəhmət eləsin. Tapılmayanlar da tapılsın, sevinək. Birinci həm sevinirik, həm kədərlənik. Şükür bu günümüzə ki, tapıldı, gözümüz yığıldı. 1993-cü ildə o itkin düşmüşdü. Şimdi Cuvarlı kəndimizdə. O vaxtdan belə deyim də, heç də axtarışlıyıq, dövlətimiz də sağ olsun, prezidentimiz də sağ olsun. Valla qardaşımla mən belə deyim də, mən özüm də əsgər idi, könüllü batalyon idik. Mən də, o da, hər ikimiz. Siz də döyüşmüşsünüz? Bəli, mən də həmin çasda, həmin postda dururdum. Bir axşam o düşürdü, bir axşam mən düşürdüm, belə deyim də, yəni belə bölünmüşdü. 1993-cü ildə özünüz bilirsiniz ki, müharibə gedirdi. Həmin vaxtı Rafiq paltarın dəyişməyə gəlmişdi. O uzun müddət Kəlbəcərdə, Laçında, o aldıqları yerdə bir erməni qarısı, qocası kürəyindən balta ilə vurmuşdu, yaralanmışdı. Gəldi yarası biraz sağal, getdi öz könlü ilə yenə vuruşmağa, döyüşməyə. Sağ olsun ölkə prezidentimiz İlham Əliyev cənabları, sağ olsun Anamanı sədri Umut müəllim. Onlar böyük köməkliklə neçə ildir yaddan çıxartmırdılar. Bizə böyük köməklik elədilər ki, bizim gözümüzü bu yollardan yığdılar. Allah köməyiniz olsun, bütün xalqımıza xoş günlər, bir də müharibə göstərməsin. Allah Teala hamımıza can sağlığı versin. Çox sağ olun. Elvin Qudratov, Novruz Vəliyev, Bugün informasiya proqramı üçün.